Zirəddin Rzayev və İlqar Əliyevi birləşdirən ilginc işbirliyi. 24 saat org saytının 17 aprel 2016-cı ildə dərc etdiyi məqalə. Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məlum olayların təsiri bu qurum ləğv olunduqdan sonra da davam etməkdədir. Son aylarda ölkə gündəmini zəbt edən MTN işi məsələsinin yeni təfərrüatları ortaya çıxmaqda davam edir. Dövlətin bir çox qurumlarına uzanan bu mütəşəkkil dəstənin üzvlərinin bir hissəsi zərərsizləşdirilsə də, dövlətə və xalqa külli miqdarda ziyan vuran Mahmudovçu, Çovdarovçu dəstə ilə birlikdə çalışan onlarla, bəlkə də yüzlərlə şəxs hələ ki rahatlıqda əvvəlki işlərini davam etməkdədirlər. 24 saat orgun əldə etdiyi bu qəbildən olan məlumatda bir tərəfdə qalmaqallı MTN polkovniki İlqar Əliyev və məşhur ekstrasens Zirəddin Rzayev, digər tərəfdə isə iş adamı və müxtəlif vəzifə sahibləridir. Baş verənlərlə bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə MTN polkovniki ilə fırıldaqçı ekstrasensin paslaşması nəticəsində böyük əməliyyatlar qurulub və pullar qazanılıb. Proses isə belə hazırlanıb. Xüsusi təbliğatla Zirəddin Rzayev məşhurlaşdırıldı və Moskvada yerləşdirilərək əlçatmaz şəxsə çevrildi. Telekanallarda və mediada qlobal məsələlərlə bağlı proqnozlar verən Zirəddinin əsl fəaliyyəti sadə falçılıq idi. Bu falçının isə müştəriləri xüsusi şəxslər olub. Demək, Bakıda böyük imkanlara malik şəxslər şəxsi və iş həyatında problemlər yarandıqda Zirəddinin qəbuluna düşməyə çalışır. Bu istək ortaya çıxan kimi Zirəddin Rzayev əlçatmaza çevrilir və istənilən jurnalistin asanlıqla tapıb müsahibə götürdüyü ekstrasens yeni müştəri üçün çətin ünvana dönüb. Bu müddət ərzində isə Bakıya MTN polkovniki İlqar Əliyevə yeni müştərinin adı və telefon nömrəsi ötürülür. Qısa müddətdə həmin iş adamının müfəssəl dosyası Moskvaya, daha doğrusu ekstrasens Zirəddin Rzayevə göndərilir. Beləcə, Zirəddin Rzayevə yalnız bu məlumatları xüsusi bərbəzəklə təqdim etmək qalır. Vədə tamamında ekstrasensin qəbulunda olan iş adamına bütün problemləri ən incə məqamlarına qədər deyən Zirəddin bununla təkcə ovunu inandırmır, həm də gələcək üçün daha çox qurbanı garanti etmiş olur. Hər şeyin bu qədər dəqiq və ətraflı deyilməsindən şoka düşən müştəri dırnaqarası istedadlı ekstrasensdən kömək diləyir. Bundan sonra isə dövriyə Bakıdakı halqa, yəni İlqar Əliyev girir. Zirəddin Rzayevin tövsiyəsi ilə ödənilən pul müqabilində gizli əl, yəni MTN polkovniki işə qarışır. İşləri döynə düşən biznesmenin bir anda bütün problemləri həll olunur. Mənbənin saytımıza verdiyi məlumata görə ekstrasenslə polkovnikin bu ittifaqının hər bir əməliyyatından əldə edilən gəlir kifayət qədər böyük məbləğlərlə ölçülürmüş.